Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünən paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb. Xəbər verilir ki, Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumi təhsil məktəbinin şagirdi yıxılaraq ağır xəsarət alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı təbibdən sorğumuza cavab olaraq bildirilib ki, 6 fevral 2026-cı il tarixində saat 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs kişi cinsli Kliniki Tibb Mərkəzi Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub. Kəllə beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibb xidmətləri göstərilib. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir deyə əlavə edir. Məktəbdən isə bildirilib ki, 8-ci sinif şagirdi müvafiq səbəbdən şagirdin adı qeyd olunmur, məktəbin fövqəladə hallar zamanı çıxışı üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib. Məktəb daxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zərurluğu bir daha diqqətə çatdırılıb. Xatırladaq ki, səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən İdrak liseyində 10-cu sinif şagirdi 29 yaşlı xanım müəlliməni ov tüfəngi ilə də güllələmişdi.